abituriyentlər, bugün sizlərə biokimya quiz nömrə 9-un izahını verəcəm. Hansı ki, bu quizləri işləmək üçün sizlər də bizim dərslərimizə qatıla bilərsiniz. Dərslərimizə qatılmaq üçün 051 447 02 51 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Bu bizim 9-cu quizimizin izahıdır. Gəlin başlayaq. Deyir, bir DNT molekulunun müəyyən bir hissəsinə aid olan iki qat zəncirin əmələ gəlməsi üçün 198 molekul su ayrılmışdır. Deməli, biz bilirik ki, DNT molekulu 2 zəncirdən ibarətdir. Elə deyilmi? Bu zəncirin ümumilikdə əmələ gəlməsi üçün 198 molekul su ayrılmışdır. Yadınızda saxlayın ki, DNT zəncirində birində N nükleotid, digərində də N nükleotid olduqda nükleotid sayından bir vahid aşağı su əmələ gəlir və ümumilikdə bir DNT molekulunun əmələ gəlməsi üçün 2n-2 qədər su ayrılmalıdır. İndi burada mənə yazıb burada 198, bunu digər tərəfə keçirsəm 2n bərabərdir 2n bərabərdir 200-ə, n də bərabərdir 100-ə. Yəni bu n nə deməkdir? DNT-nin bir zəncirində 100 dənə nükleotid var deməkdir. Yəni ümumi molekulda 200 ədəd nükleotidim var. Bunu kənardan qeyd edirəm. Bu DNT molekulu neçə nükleotiddən təşkil olunub? Bunu deyir, özdə molekulu. Ona görə olacaq cavabımız D variantı. Biz burada tapdığımız E'nin 100 olmağı, bunun bir zəncirində 100 dənə nükleotid olduğunu deyir. Sonra oksigenli parçalanma zamanı 12 molekul süd turşusu alınmışsa, enerji hansı hissəsi orqanizmdə ATF şəklində toplanar? Biz yadımızda saxlamalıyıq ki, oksigenli parçalanma zamanı 12 molekul süd turşusu normalda glikolizdən nə qədər alınır? Glikoliz mərhələsi C6H12O6-dan 2 ədəd süd turşusu əmələ gəlir. Hansı ki, bu əmələ gələn süd turşusu oksigenli mərhələyə keçir. İndi mən birincisi bilməliyəm ki, 2 mol süd turşusu C3H6O3 getdikdə, oksigenli mərhələdə parçalandıqda və ya bu parçalanan zaman 2600 kilojol enerji ayrılır. Ayrılan enerjinin 1440 kilojolu ATF şəklində toplanır. İndi tənasüb quraq. 2-dən əgər 1440 kilojol ATF şəklində toplanarsa, bəs 12 moldan nə qədər olar? Buradan x taparıq və buradan da x bərabərdir. Elə bil bunu 60-a vurmuş olacaq. 8580 kilojol almış olaraq, cavab C variantı. Sonra keçək 3 nömrəli sualımıza. Burada deyir ki, yaşıl bitkinin 1 kvadrat metr sahəsində 5 saat müddətində fotosintez nəticəsində neçə karbon qazı udular? Normalda biz bilirik ki, 6 mol karbon qazı, 6 mol su və nəticəsində, günəş işığı nəticəsində C6H12O6 əmələ gəlir. Bir də 6 mol oksigen qazı ayrılır. Normalda 6 vurulsun 22,4 litr karbon qazı reaksiya daxil olduqda 180 qram üzvi maddə əmələ gəlir. Gəlin indi tapaq görək, fotosintezin məhsuldarlığı nə idi? 1 kvadrat metr sahəsində 1 saat ərzində 1 qram üzvi maddə əmələ gəlir. Deməli, 1 kvadrat metr sahəsində 5 saat ərzində nə qədər üzvi maddə əmələ gəlir? 5 qram. 5 qrama da bir x qoyuruq. Buradan təqribi bir cavab çıxır. 3,73 litr bu şəkildə bir cavab çıxır. Ona görə cavabımız olacaq C variantı. Sonra gələk 4-ə. Hüceyrənin reaksiyasının neytral olmasını nə təmin edir? Hüceyrədə reaksiyaların neytral olmasını nə təmin edəcək? Baxaq, hüceyrədə zəif turşu anionlarının olması ola bilər. Hidrogen müsbət ionlarının verilməsi ola bilər. Hüceyrədə zəif turşuların olması, bu da ola bilər. Normalda hüceyrənin neytral olmasını təmin edən orada yüklü hissəciklərin olmasıdır. Yüklü hissəciklərimiz də turşulardan qopan hidrogen ionlar, müsbətləri ola bilər. Sonra anionlar ola bilər və s. Yəni müsbət və mənfi yüklər, anionlar, kationlar, bunlar reaksiyaların neytral olmasını təmin edir. Ona görə də cavab olacaq A variantı. Belə bir sual bizə qəbulda gələrmi? Xeyr, gəlmir. Sonra 5-ci sual. Glikoliz nəticəsində 6 mol su molekulu alınmışsa nə qədər enerji istiliyə çevrilmişdir? Deməli,
Biz bilirik ki glikolizdə 2 mol su əmələ gəlir. Elə deyilmi? 2 mol su əmələ gəldikdə 200 kilojol istiliyin 120-si kilojolu enerji istiliyə çevrilir. ATF-dən 80-i toplanılırdı. Bəs 6 mol su əmələ gəlsə nə qədər olar? X buradan bununla bu 2, 3, 360 kilojol olacaqdı. Cavabımız 5-də D variantı. Sonra keçək 6-ya. 4 molekul süd turşusunun oksigenli parçalanması nəticəsində neçə kilojol ATF enerji şəklində toplanar? Bu bayaqki sual kimidir. Deməli 2 mol süd turşusu reaksiya daxil olanda 1440 kilojol enerji ATF şəklində toplanır. Bəs 4 mol olsa nə qədər olar? X bu da 2, 8, 8 bu şəkildə olacaqdır. Belə bir cavabımız da burada belə bir qiymətə uyğun ola biləcək, ancaq A variantı var. Lakin digərlərinə də baxsaq, zaten bunlar uyğun olası deyil. Bizim məktəb dərsliyimizdə 1440 kilojol istilik şəklində ayrılır. Yəni bunlar fərqli ola bilər rəqəmlər. Keçək 7-yə. DNT zəncirinin bu sahəsi verilib. 3 qat və 2 qat rabitələrin sayı nə qədərdir? Aha. Deməli bu DNT-yə komplementar olaraq 2 qat rabitə ilə nə birləşəcək? Timin. Buna 3 qat rabitə ilə sitozin, buna 3 qat rabitə ilə guanin, buna 2 qat rabitə ilə adenin, buna isə 2 qat rabitə ilə nə birləşəcək? Timin. Burada neçədən 3 qat görürəm? 2 dənə 2 ədəd 3 qat var. 3 ədəd 2 qat var. Cavabımız olacaq B variantı 7-də. Sonra keçək növbəti 8-ə. Deyir ki, nəticədə 200 kilojol enerji ayrılmışsa, hansı prosesin baş verdiyi ehtimal oluna bilər? Deməli, 200 kilojol enerji ayrılıbsa, deməli, o zaman burada nə baş verir? 1 molekul glikoza oksigensiz parçalanıb ki, 200 kilojol istiliyə ayrılıb, bu düzdür. 2 mol süd turşusu oksigenli parçalanıb, oksigenli yox, oksigen bu gedir. 5 molekul ATF hidroliz edib. 5 molekul ATF hidroliz edib. Normalda 1 mol ATF hidroliz etdikdə 40 kilojol enerji ayrılır. 5 mol hidroliz etsə nə qədər ayrılar? 200 kilojol ayrılar. Bu da ola bilər. Ona görə cavabımız olacaq D variantı. 9. Zülal harda sintez olunmur? Ribosomda sintez olunur. Bəli, hamar endoplazmatik şəbəkədə yox, dənəvər endoplazmatik şəbəkədə sintez olunur. Ona görə 9-da cavabımız olar. Bir dənə də digərlərinə baxaq. Deyir, xloroplastlarda ola bilər. Hüceyrə mərkəzində xloroplastlarda, bunda götürərəm xromoplastlarda. Hüceyrə mərkəzində də zülal sintez olunmaz. Burada həm cavab B, həm də cavab D ola bilər. 2 variant var. Burada hamarda zülal sintez olunmur. Dənəvərdə sintez olunur. Sonra gələk 10-cu suala. Adenin nükleotidinin ölçüsü hansı nükleotidin ölçüsünə bərabərdir? Adenin nükleotidinin ölçücə guanin nükleotidinə bərabərdir. Ona görə cavabımız 10-da olacaqdır A variantı. Növbəti keçək 11-ə. Deyir, hansı monomer deyil? Belə bir sual qəbulda gələ bilər. Deyir, amin turşusu. Amin turşusu zülalın monomeridir, düzdür. Yağ turşusu monomer ola bilər. Fruktoza monomer ola bilər. Nuklein turşusu monomerdir. Glikoza bu da monomerdir. Amma hansı monomer deyil dediyinə görə burada nuklein turşuları DNT və RNT-dir. Bunlar polimerdir. Monomer deyil. Burada qalan hər bir şey monomerdir. Sonra gələk 12-yə. Deyir, zülalın hərəkət funksiyasına aiddir. Zülalın hərəkət funksiyasına nə aid ola bilər? Məsələn, hemoglobin zülaldır. Hemoglobin zülalında qanın içərisində olur. Oksigen yerini dəyişir. Oksigen yerini dəyişirsə, ağciyərlərdən orqanlara gətirilirsə və yaxud da karbon qazının yeri dəyişdirilirsə, bu zaman deməli bu bunun hərəkət funksiyası ola bilər. Amma baxaq görək cavablarda nə var? Deyir, reaksiyaların sürətini artırmaq. Reaksiyanın sürəti onun
kimyəvi kataktik funksiyası ola bilər. Xarici siqnalların hüceyrə daxilinə ötürmək, bu olmaz. Əzələnin yığılmasını təmin etmək. Məsələn, əzələnin yığılması aktin və miozin zülallarındandır. Ona görə biz burada bunu götürə bilərik. Oksigeni daşıma funksiyası ola bilər bu. Bunu bayaq mən yanlış dedim. Bunu götürmərəm. Çünki əzələnin yığılmasını təmin etmək bu ola bilər. Özündə enerji ayırmaq bu kataktik funksiyasıdır. Bu da deyil. Hansı şirin dada malik deyil? Glikoza monosaxariddir, şirindir, riboza şirindir, fruktoza şirindir, süt şəkəri şirindir, amma nişasta polimerdir və polimer şirin dada malik deyil. Fotosintez prosesində elektronunu itirmiş xlorofil molekulu bu itkini hansı molekul hesabına bərpa edir? Biz bilirik ki, qranların, tutaq ki, bu bir qrandır. Xarici membranında elektronlar, xlorofillər özlərindən elektron verir. Hidrogen müsbətlər daxildə olur, sudan qopur. Hansı ki, bunlar? Elektron-proton kanalından keçmiş hidrogen müsbətlərin hesabına xlorofil itirmiş elektronunu neyniyir? Bərpa edir. Bizə də burada cavab olacaq 14-də A variantı. Sonra keçək 15-ə. Bu reaksiyanın tənliyi hansı prosesə uyğundur? Hansı ki, bu proses fotosintezin qaranlıq mərhələsini əks etdirir. Və yaxud da başqa burada nə ola bilər? Tənliyi əsasən. Burada mən nə yazılıb? 24 dənə hidrogen 0, 6 mol karbon qazı. Burada oksigen qeyd edilməyib. Glikoliz olmaz, tənəffüs olmaz, işıq mərhələsidir. Fotosintezin yekun tənliyi. Burada cavab yekun tənlik deyil, B variantı. Fotosintezin qaranlıq mərhələsinə uyğundur. Çünki qaranlıq mərhələdə nə ayrılır? Glikoza əmələ gəlir. Yekun tənlik olması üçün orada oksigen qazının da ayrılması göstərilməli idi. Aşağıdakı terminlərdən hansını zülallara aid etmək olar? Polimer. Məsələn, zülal polimerdir, bəli. Polipeptiddir, bəli. İçərisində çoxlu peptid rabitə var. Makromolekuldur, yəni necə deyərlər, böyük molekuldur, bəli. Ona görə hər üç terminin üçündə zülallara aid etmək olar. Zülalın biosintezinə 18,2 saniyə vaxt sərf olunmuşdur. Bu zülalın kodlaşdırmaq üçün neçə nükleotid lazımdır? Normalda bir amin turşunun birləşməsinə 5də 1, 6da 1 saniyə vaxt tələb olunur. Neçə nükleotid lazımdır deyir. Bunu gəlin biz ən yaxşısı nə ilə hesablayaq? 6da 1 saniyə ilə hesablayaq. 10-da 18 ya da 0,2 ilə gedək. Bir zülalın birləşməsinə 0,2 saniyə vaxt tələb olunursa, nə qədər amin turşu birləşsə 18,2 saniyə vaxt tələb olunar. Buradan x-i tapsaq 91 dənə amin turşu edər. İndi bizdən soruşur ki, neçə nükleotid lazımdır? Bir amin turşunu kodlaşdırmaq üçün 3 nükleotid lazımdır. Onda 91-i vurarıq 3-ə ki, görək neçə dənə nükleotid lazımdır. 273 ədəd. Cavab olacaq 17-də C variantı. Keçək 18-ə. Deyir ki, 16 mol glikolizə uğramışdır. Bu zaman əmələ gəlmiş süd turşusunun 8də 1-i oksigenli parçalanmaya məruzdur. Bu proses nəticəsində cəmi neçə molekul ATF əmələ gələr? Deməli, 16 mol glikolizə uğrayanda 32 mol süd turşusu əmələ gəlir. Əmələ gələn süd turşusunun, yəni 32-nin 8də 1-i oksigenli mərhələyə girirsə, yəni 4 molu. Mən də buradan bilməliyəm neçə mol ATF əmələ gələr. 2 mol süd turşusundan oksigenli mərhələdə 36 mol ATF əmələ gəlir. Bəs 32-nin 4də 1-i, 8də 1-i 4 mol deyil. Oradan nə qədər əmələ gələr? X-də bərabərdir. Bu proses nəticəsindən cəmi neçə molekul ATF əmələ gələr? Buradan bir də biz tapırıq ki, oksigenli mərhələdən 72 mol ATF əmələ gəlir. Amma bundan əlavə bizdən soruşduğu bu proseslər nəticəsində cəmi neçə mol ATF əmələ gəlir. Yəni bu biz bilməliyik ki, 1 mol glikozada glikoliz mərhələsində isə 2 mol ATF əmələ gəlir. Bəs 16 moldan nə qədər ATF əmələ gələr? X bərabərdir 32. 72 ilə 32-yi də toplasaq 104 molekul ATF əmələ gəlmiş olacaq. Cavabımız olar D.
Sonra gələk 19-a. Neçə mol qlikozanın tam parçalanması nəticəsində cəmi o 176 molekul su əmələ gələr. Tam parçalanması nəticəsində. Normalda mən bilirəm ki, 42 mol oksigenli mərhələdən 2 mol su isə glikolizdən cəmi 44 molekul su əmələ gəlir. Bu 1 mol glikozanın parçalanmasıdır. Yəni 44. Bəs nə qədər olsa 176 olar. Biz burada nə etməliyik? 176-nı bölməliyik 44-ə. Bu zamanda alacağıq 4. Deməli 4 mol qlikoza nə etməlidir? Parçalanmalıdır. Aşağıdakı hüceyrələrdə baş verən bəzi proseslər göstərilmişdir. CO2-nin ayrılması, nişastanın toplanması. Bunlar nəsə? Bu hansı xloroplast və leykoplastlarda olduğunu təsdiqləmək olar. Deməli, burada CO2-nin ayrılması, yəni fotosintezin getməsi. Ümumiyyətlə necə deyir, hansı proseslər göstərilmişdir? Bunlardan hansıların hüceyrədə xloroplast və leykoplastlarda olduğunu təsdiq edir? CO2-nin ayrılması əsasən mitoxondrinə aid olan bir xüsusiyyətdir. Nişastanın toplanması aiddir leykoplastlara. Oksigenin mənimsənilməsi bu aid deyil, ona görə çıxırıq. Çünki oksigeni mənimsəyən və oksigeni istifadə edən mitoxondridir. Glikozanın sintezini həyata keçirən isə xloroplastlardır. Glikogenin toplanması, glikogen heyvanlarda toplanır. Xloroplast isə bitkilərə aid. Ona görə çıxdı. Deməli, cavabımız burada 2 və 4 olacaq C variantı.